2025-ci ilin iyun ayında Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən müəllimlər üçün sertifikasiya imtahanı keçirilib. İmtahandan sonra isə müəllimlər tərəfindən kütləvi olaraq narazılıqlar səsləndirilir. Təhsil zamanı xəbər verir ki, mövzu ilə bağlı redaktoraca açıqlama verən təhsil eksperti professor Şahlar Əsgərov bildirib ki, suala tam cavab verə bilməyəcək. Bilmirəm, onu keçirən insanların beynində nə düşüncə var, bunlar qanuna uyğun deyil. Bu kiminsə hansısa təşkilatın iddiaları əsasında keçirilir. Bunu başa düşün. Hamımız bunu başa düşməliyik. Sinqapur Zəngilan boyda torpaq sahibidir. Sinqapurun istehsal etdiyi elmi məhsulların payı Rusiyadan çoxdur. Niyə? Çünki onlar müəllimlərə qayğı ilə yanaşır. Müəllimlərə imtahan etsələr də müəllimlərin zəif nöqtələrini düzəltmək üçün onları yenidən məktəbə, kursa göndərirlər. Axı bilmirəm, burada sertifikasiya nə niyyətlə edilir. Professor bildirib ki, bu siyasət səhvdir. İmtahanla müəllimin savadını qaldırmalıyıq. Çünki o universiteti qutarıb, küçədən gəlməyib. Müəllimi ancaq savadlandırmaq üçün imtahan edərlər. Cəzalandırmaq üçün yox. İmtahanı edərlər ki, səni məktəbə yox, kurslara, hazırlıqlara göndərək. Müəllimi imtahan etmək olar, onu işdən azad etmək üçün yox. Daha yüksək savadla təmin etmək üçün. Çünki o, orta və ali məktəbi qutarıb, onun biliyini qaldırıb, sonra sinifə buraxarıq, deyə professor Şahlar Əsgərov vurğulayıb.